Esselamu Aleyküm bizi izleyenler ve hörmətli həmkarlarım. Bugün size Ardo kondisionerinin pultunun istifadə qaydasını demək sizə başa salacağım. İlk öncə onu deyək ki, burada ən maraqlı məsələlərdən biri batareykanı qoyduqdan sonra burada deməli soyuq isti yanır. Bu zaman siz kondisionerin heç bir düyməsinə əl vurmamalısınız. Çünki vurduğunuz təqdirdə kondisionerin isti rejimi yoxa çıxacaq. Hal-hazırda əl vurmadığıma görə indi biz baxırıq soyutma, nəm alma, fan və isitmə rejimi. Yəni bu səhvi etməyin. İndi isə biz bu kondisionerin istifadə qaydasını sizə çox dərindən başa salacağıq. Hər bir kondisionerdə olduğu kimi burada da bir on-off düyməsi var. Bunun köməyi ilə kondisioneri yandırıb söndürürük. Kondisionerin rejimlərini dəyişmək üçün mod düyməsindən istifadə olunur. Və biz indi bu modu basırıq. Gördüyünüz kimi burada bir buz işarəsi gəlir. Və buz işarəsi gələndə kondisioner soyutma rejiminə keçmiş olur. Bu rejimdə temperaturu 22, 23, 24 arasında ayarlayırıq. 22 dərəcədən aşağı ayarlamaq uyğun deyildir. Çünki soyuq dəyməyə və xəstələnməyə səbəb ola bilər. Kondisionerin temperaturunun 24 dərəcə ayarlanması və daha yüksək ayarlanması elektrik enerjisinə qənaət baxımından lazımdır. Kondisionerin ventilatorunun sürətini dəyişmək üçün fan düyməsindən istifadə edilir. Biz hər dəfə onu basdıqda biz sürətin azaldığını görürük. Bu ən aşağı sürətdir. Bir daha basdıqda avto sürətə keçmiş olur. Dolayısıyla bu kondisionerdə 4 sürət var və sürətlər aşağıya doğru dəyişir. Biz indi yenidən mod düyməsini basacağıq və burada nəmin alınması rejiminə gəlib çıxırıq. Nəmin alınması rejimi ən az istifadə olunan rejimlərdən biridir. Evdə olan nəmi azaltmaq üçündür. Bir daha basırıq və burada bir ventilator işarəsi gəlir. Ventilator işarəsinin gəlməsi ventilator rejiminə keçmək deməkdir və bu rejimdə kondisioner adi bir sərinkeş kimi çalışır. Bir daha basdıqda isitmə rejiminə keçilir. İsitmə rejimində kondisionerin temperaturunu 26 dərəcədən yuxarıya ayarlayırıq. Əgər elektrik enerjisinə qənaət etmək istəyirsinizsə 26-25 də ayarlaya bilərsiniz. Amma bu zaman evimiz içərisində təxminən 22 dərəcə temperatur olduğu gözlənilir. İsitmə rejimində fanın sürətini avto rejimə qoymağı biz sizə tövsiyə edirik. Bunu etmək üçün bir neçə dəfə basırıq. Evet. Bu işarə gəldikdə deməli fanın sürəti avto rejimə keçmiş olur və belə olduqda sürət mikroprosesor tərəfindən seçiləcəyinə görə kondisionerin işləməsi daha düzgün olur və çöl hissəsinin buzlanması da havanın temperaturu yalnız 0 dərəcəyə yaxınlaşdıqda baş verəcək. Eyni zamanda burada yenə də qeyd etmək istəyirik ki, bir isitmə rejimində işləyən hər hansı bir kondisionerin yeni qoşulmuş kondisionerin ağzından çıxan istilik yalnız 5-6 dəqiqədən sonra baş verəcək. Kondisionerin tam mənasında tam gücü ilə işləməsi isə 20 dəqiqə ilə 40 dəqiqə arasında, bəzi vaxt ondan artıq baş verə bilər. İndi isə biz soyutma rejiminə qaydırıq və soyutma rejiminə qayıtdıqdan sonra digər düymələrin izahını verəcəyik. Deyək ki, soyutma rejimində temperaturu 22 dərəcəyə ayarlamışıq və yatırmaq istəyirik. Belə olduğu təqdirdə bizim burada bir silip düyməsi var. Silip düyməsini basmamızda yarar var. Bu düymə basıldıqda demək ekranın aşağısında biz görürük ki, baxın, burada demək yuxu rejiminə keçmiş olur. Ay işarəsi gəldi, getdi və ventilatorun sürəti də ən aşağı sürətə keçdi. Bu rejimdə kondisioner 1-2 saatdan sonra temperaturu 23 dərəcəyə qaldıracaq və biz basanda görürsünüz ki, burada ay işarəsi gəldi. Bir daha 2 saatdan sonra yenidən 24 dərəcəyə qaldıracaqdır. Bu rejimdən çıxmaq üçün silip düyməsini yenidən basmamız lazım gəlir. Bəzi vaxt elə olur ki, hava həddindən artıq isti olur, otağımız da həddindən artıq isti olur və istəyirik ki, kondisionerimiz daha güclü soyutsun. Qeyd etmək lazımdır ki, ümumiyyətlə
kondisionerin ventilatorunun sürəti artdıqca onun soyutma qabiliyyəti də artır. Burada isə daha bir düymə var. Super. Biz o düyməni basanda demək gördüyünüz kimi burada göstəricilər yox oldu. Yəni burada ən böyük sürət seçilir və temperatur da aşağı salınır və kondisioner dayanmadan təxminən 15 dəqiqəyə qədər işləyir və bundan sonra yenidən əvvəlki rejimə qayıdır. Biz yenidən həmin düyməni basırıq və əvvəlki rejimə qayıtmış oluruq. Burada bir I feel düyməsi var. I feel düyməsini basdıqda deməli burada bir insan silueti gəlir və gördüyünüz kimi burada temperatur dəyişikliyini biz gördük. Niyə görə? Çünki mənim əlimin istisi kondisionerin pultunu qızdırıb və bu səbəbdən də otaqda olan temperaturu görkəzdir. Deməli, nə vaxta qədər kondisioner işləyəcək? O vaxta qədər ki, bizim bu pultumuzun qoyulduğu yerdə havanın temperaturu deyək ki, 22 dərəcəyə çatana qədər. I-feel rejimi bu deməkdir. Eyni düyməni basıb yenidən həmin rejimdən çıxmış oluruq. Burada swing düyməsi var. Swing düyməsi basıldıqda biz deməli jaluzlərində idarə edə bilirik. Jaluzləri aşağı yuxarı hərəkətini təmin etmək mümkündür. Həm də hər hansı bir istiqamətdə onları dayandırmaq mümkündür. Bundan başqa burada bir smart düyməsi var. Bu eyni ilə avto rejim adlanan rejimdir. Biz onu basdıqda burada demək hər şey itir və burada bir üçgen, üçbucaq bir işarə gəlir. Bu da nə deməkdir? Bu rejimdə klima otaqda olan temperaturu daimi 24 dərəcə səviyyəsində tutmağa çalışacaq. Əgər temperatur 24 dərəcədən aşağı olarsa, kondisioner isitmə rejimində, yuxarı olarsa, soyutma rejimində çalışacaqdır. Bu rejimdən çıxmaq üçün bu düyməni basmaq deyil, mod düyməsini yenidən basmamız lazım gəlir. Bundan başqa demək, gördüyünüz kimi ekranda saat var. İndi hal-hazırda burada 0 təzə qoşduğumuza görə bateriyanın 0.06 görkəzi. Deyək ki, indi gecə saat 1-dir. Bu düyməni basırıq və bundan sonra temperatur düymələrinin köməyi ilə saat 1-ə ayarlayırıq. Təsdiq etmək üçün eyni clock düyməsini basırıq və dolayısıyla bizim saatımız indi işlək vəziyyətdədir. Bəs saat bizə neyimizə lazımdır? Burada göründüyü kimi iki düymə var. Timer on və timer off. Timer on müəyyən bir zamanda kondisioneri, istənilən bir zamanda kondisioneri yandırmaq üçündür. Timer off isə söndürmək üçündür. Məsələn, deyək ki, biz işə gedirik, səhər saat 8-də işə gedirik və axşam saat 8-də işdən qayıdacaq. Amma bizə lazımdır ki, kondisionerimiz 19:00-da işə düşsün. Bu zaman timer on düyməsini basırıq və burada bu düymənin yardımı ilə burada demək 19:00-ı ayarlayırıq və timer on düyməsini yenidən basırıq. Bu nə deməkdir? Bu deməkdir ki, əgər biz saat 8-də evə qayıdacaqsa və 19:00-da kondisionerimiz soyutma rejimində işə düşəcəksə, əlbəttə ki, biz buradakı temperaturu da bir qədər aşağı salırıq. Yəni 24-də 23-ə salırıq və biz evə gələnə qədər evimizi sərinlədəcəkdir. Bu rejimdən çıxmaq üçün yenidən timer düyməsini basmaq lazım gəlir. Və yaxud kondisioner işlək vəziyyətdə olarkən biz deyək ki, yerimizə uzanmışıq, yatmaq istəyirik. Hava soyuq, hava istidir və insan yerinə təzə uzananda istəyir ki, temperatur bir qədər aşağı qoysun. Məsələn, deyək ki, 23 dərəcəyə qoyub yatmaq istəyir. Və istəyir ki, saat məsələn 3-də kondisioner sönsün. O zaman timer off düyməsini basır və burada saat 3-ü ayarlayır. Bəli, burada bir qədər çox tutduqda deməli, göründüyü kimi bir qədər neysə bu bir problem deyil. 3:00-da demək kondisionerimiz söndürüləcəkdir. Çünki burada off yazılıb, timer off düyməsini bastığımıza görə. Və bu rejimdən çıxmaq üçün yenidən timer düyməsini basmamız lazım gəlir.
Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Əssalamu aleykum.